Hər kəsi salamlayıram və bəzən yox, çox hər gün gördüyüm bir var ki, gecikmiş katarakta, mirvari suyu, ifrat yetişmiş, qlokoma risklidir. Amma pasiyent müayinəyə gəlmir, əməliyyatdan qorxur. Niyə qorxursunuz? Əməliyyatdan qorxuram, nənəm əməliyyat oldu, gözü tutuldu, qonşumuz oldu. Yəni bu məsələlərdə mən demək istəyirəm ki, biz mütləq olaraq biz əməliyyatı öz istəyimizə görə etmirik. Bu vacibdir, göstərişdirsə biz əməliyyat etməliyik. Əməliyyat etməsək göz görməsi tutulur, görmə düşür aşağı, ayağınızın altını görmürsünüz, sınıqlar yarana bilir, qara suya çevrilmə riski var. Yəni hər keyfiyyətiniz düşür. Ona görə mütləq öz inandığınız, ürəyinizin rahat olduğu cərrahınızı seçirsiniz və əməliyyata gəlirsiniz. Sadəcə biraz sizi sakitləşdirmək istəyirəm. Əməliyyat 10-15 dəqiqə çəkir, yerli keyləşdirmə ilə olur, damla ilə, yəni heç bir iynədən söhbət getmir. Musiqi altında qəşəng sizlə söhbət eləyə-elə əməliyyatımızı edirik. Əməliyyat mirvarini götürürük ultrasəslə, yerinə linza qoyuruq və pasiyent durur, evə gedir. Yəni belə qəşəng danışdığım, belə rahat dediyim əslində bir ciddi göz əməliyyatıdır. Amma etibar etdiyiniz, güvəndiyiniz təcrübəli həkiminiz onu sizə bax belə yadda qalan, unudulmayan bir əməliyyat kimi edəcək. Ona görə mütləq olaraq göz zəifləməsi varsa, eynəyinizin ölçüsü sizə düşmürsə, artıq görməniz zəifləyibsə, qorxmayın. Rahat ürəklə həkimə müraciət edin.